Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz. Mən Vüsal Kəlbəzəri, 18 kitab müəllifi, Qızıl Qələm mütəxəssis və tənqidçi jurnalist. Bu günləri bilirsiniz hardayam? Bu günləri Bakı şəhərində gözəl müsabiqə götürdük. Bilirsiniz kimdən müsabiqə götürürəm? Öz Kəlbəzərlərimlə, yerlilərimlə müsabiqə götürürəm. Və görürsünüz həmişə mənə deyirsiniz ki, ay müəllim, öz yerlilərini niyə çəkmirsən? Biz fərq eləmirik. Bizim üçün Azərbaycan hər qarış torpağı əzizdir. Mən yerli pərəstəm. Öz yerlərimə canım qurban. Amma bu gündən təsadüfən gözəl bir ziyalı müəllimləri bura qapıdan girənə qədər bilmirdim Kəlbəzərlərimiz qonaq olmağa gəlmiş. Amma ləhcədən tutmuşdum ki, Kəlbəzərlər üçün gəlmiş. Bu gün sizə gözəl ağsaqqal, gözəl ağbırsək, gözəl qabaqsız ziyalı müəllimləri sizlərə təqdim eləmək istəyirəm. Həyatının 40 ildən çoxunu təhsilə fəda verilmiş müəllimləri sizə təqdim eləmək istəyirəm. Müəllim adınız, soyadınız? Kərimov, Mirzə Kərimov. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız və hansı məktəbdə? 49 il. Təhsil sahəsində çalışmışam, ixtisasım fizika. Çox gözəl. Və o cümlədən də neçə il direktor işləmisiniz? 30 ilə yaxın direktor işləmişəm. Çox gözəl. 30 il rəhbər işləyib. Və rəhbər işlədiyi müddətdə məktəbdə təlim, tərbiyə, nizam, intizam, məktəbdə davamiyyət və hətta göstəricilər də gözəl olubdur. Ona görə müəllimə öz adınızdan dərin təşəkkürümü bildiririk. Və müəllim indi artıq təqaüddədir. İndi hal-hazırda neçə yaşındadır? 77. Arzu edirik ki, 80, 90, 100 yaşında gələk gözəl çəkiliş edəyik. Sağ olun, təşəkkür ederim. Və biz gözəl anamızla sizlərə təqdim eləmək istəyirik. Anamız, adınız, soyadınız? Ziyafət Bayramova. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmışsınız? Elə onunla eyni bir oxumuşuq. İnstitutu bir yerdə qurtarmışıq, bir yerdə də işləmişik. Siz onda sıra müəllim olmuşsunuz. Bəli. Çox gözəl. Və Allah təala sizə də uzun ömür versin. Hansı məktəbdə çalışırsınız? Elə fizikanı. Fizikanı. Çox gözəl. Bu qədər ixtisaslarınızsa nəyə görə fizika təhsil edirсiniz? Xoşum gəldi. Müasir həyatla əlaqəlidir ona görə. Və mən Çağdaş Təhsil komandasının rəhbəri Vüsal Kəlbəzəri sizə ziyalıları, ziyalı insanları təqdim elədim. Amma bunlardan əlavə, ziyalılardan əlavə müəllimlər hər ikisi gözəl ata, gözəl ana, gözəl baba, gözəl nənədirlər. Müəllim, neçə övladınız var? 2 övladım var. Bir oğlum, bir qızım. Adı nədir? Kərimzadə Nahid Mirzəoğlu. Mühəndisdir. Çox gözəl. Qızım Kərimova Aygün, Mirzə qızı həkimdir. Çox gözəl. Anam, neçə nəvəniz var? 4. Allah saxlasın. Bax, bu kadrlara 10 il sonra, 20 il sonra, 30 il sonra baxanda müəllimin nəvələri, arzu edirəm müəllimin 100 yaş olsun. Amma hamımız həyatdan keçəcəyik. Hamımız bugün varıq, sabah yox. Bu kadrlara baxanda müəllimin nəvə nəticələri və o cümlədən yaxınları hər zaman hər iki müəllimdən fəxr eləsinlər ki, gözəl ataları, gözəl anaları olubdur. Bu günlərin çox gözəl bir gündə, təsadüfi gündə biz gəlib gözəl çəkiliş edirik. Bilirsiniz hansı gündə? 2025-ci il 8 noyabr zəfər günündə gəlmişik çəkiliş eləmək və Kəlbəzərlərin evinə gəlmişik. Çox şad oldum müəllim. Allah təala sizə uzun ömür, can sağlığı versin. Sağ olun, təşəkkür edirəm. Bir daha bayramınız mübarək. Çox sağ olun. Anam, siz də təbrik edirəm. Allah razı olsun. Sağ olun, çox sağ olun. Təşəkkür Amma edirəm. gələn çəkilişi inşallah biz Kəlbəzər şəhərində, Kəlbəzər rayonunda inşallah siz Kəlbəzərin özündəsiniz. Çox gözəl. Kəlbəzərin özündəsiniz. Mən də Zülfüqar Abdullah Şuandanam və inşallah bizim kəndimizdə də, bütün kəndlərimizdə də gözəl çəkilişlər edərik. Təşəkkür edirəm, minnətdarım bildirirəm. Gələn çəkilişimizi Kəlbəzərdə, bir də Kəlbəzərdə. Sağ olun. İnşallah. Bəli, biz bu günləri yenə deyirəm Kəlbəzərin müəllimlərinin, ziyalıların qonağı, amma istəyirəm ki, nəvəsi də, nəvələr də özünə sözlərini desin. Mənim gözəl olur. Belə baxıram, Allah aşkına. Maşallah olsun. Adı soyadın nədir? Kərimzadə Murad Nahidoğlu. Çox gözəl, Murad. Nənən haqqında, baban haqqında ürək sözlər nə deyə bilərsən? Nənəmlə babamı həddindən artıq çox istəyirəm. Onlar mənə ikinci ata-ana kimidirlər, ikinci valideyn kimidirlər. Və onlarsız bir günümü təsəvvür edə bilmirəm. Allah onlara can sağlığı versin, uzun ömür arzulayıram onlara. Çox gözəl. Təşəkkürlər, hörmətli izləyicilər. Bəli, istəyirəm ki, müəllimin, hər iki müəllimin övladı da gözəl ürək söz desin. Müəllim, adını soyadınız? Kərimzadə Nahid. Nahid bəy. Nahid bəy, nə arzuluyorsunuz atanızdan aranızda? Atama, anama uzun ömür, can sağlığı arzulayıram. Ən gözəl, can sağlığından gözəl bir şey yoxdur. Təşəkkürlər. Minnətdaram, çox sağ olun. Çağdaş Təhsil komandası sizin kimi insanlara sağ ol deyirik və atanıza, ananıza arzumuz odur ki, 100 yaşları olsun. Allah təala sizin başınızı üstə əks eləməsin. Təşəkkürlər, minnətdaram. Sağ olun.